qəşəng qoyurdular, televizorun üstünü örtürdülər. Yəni faktiki bax elə yanaşanlar da var. Yəni haqlısınız. Potensial necə? Bizim tədris edəcək mütəxəssislər varmı bu qədər? Bu məsələdə haqlısınız. Yəni bizdə hal-hazırda maddi texniki baza, bəlkə də süni intellekt dərslərini orta təhsil məktəblərində tədrisini həyata keçirmək üçün imkan verməyə bilər. Amma biz düşünməliyik ki, əgər dünya bu istiqamətdə ciddi bir yatırım qoyursa, biz də Azərbaycan olaraq bu istiqamətdə əməlli başlı bir yatırım qoymalıyıq. Orta təhsil məktəblərində maddi texniki baza ilə təmin eləməliyik. Yəni bunu valideynlər eləyəcək biz deyəndə. Orta ümumi məktəbində dövlət təbii ki, bütün A4 kağızını orta məktəblər. Yəni Elm və Təhsil Nazirliyi bunu təmin eləməlidir. Dövlət tərəfindən maddi texniki baza təmin olunmalıdır. Gələk indi bu istiqamətdə bu ixtisası tədris eləyə biləcək kadrlarımız varmı? Bu məsələyə gələk. Biz bilirik ki, hal-hazırda orta ümumi təhsil məktəblərində müəllimlərin işə qəbulu Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahanla həyata keçirilir. Halbuki orada da bəzi doğrudan da mütəxəssislər var, illərin müəllimləri hamısını bilirlər. Bir dənə düzgün o klaviaturada hərfi tapmadığına görə deyirlər, vaxt bitdi və kəsildin. Davam eləyək. İndi biz müəllim heyətini hardan cəlb eləyə bilərik? Bilirsiniz ki, hal-hazırda orta ümumi təhsil məktəblərində informatika fənn müəllimləri var və informatika fənn müəllimlərinin hər bir fənn müəlliminin belə deyək, ali təhsil müəssisəsində öz ixtisası üzrə bitirmiş şəxslərin müəllimlərin işə qəbulu imtahanına cəlb olunması həyata keçirilir. İnformatika fənnində isə, əgər siz baxmışsınızsa, hər il Elm və Təhsil Nazirliyi orta ümumi təhsil məktəblərində MİQ imtahanında iştirakçıların siyahısını dərc eləyir. Misal üçün, tutaq deyək ki, informatika fənnini kimlər tədris eləyə bilər və yaxud da bu fənnə kimlər imtahan verib müəllim kimi orta ümumi təhsil məktəbində tədris prosesini həyata keçirə bilər. O siyahıya baxdığımızda baxırıq ki, informatika fənni üzrə informatika müəllimliyini bitirən şəxslərdən əlavə kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisasını bitirənlər də müraciət eləyə bilər. Demək ki, əgər onlar müraciət eləyə bilərsə, süni intellektində əməlli başlı bir kadr formalaşmış ola bilər. Yəni biz oradan müəllim belə deyək, potensialını həll eləyə bilərik. Bir məsələ var çox maraqlı. Bu informatikanı bilən, dərindən bilən insanlar üçün bugün bu bazarda ortalama maaş nədir və əgər doğrudan da bu şəxs bu sahəni dərinliyi nə qədər bilirsə, onun müəllimlə maaş fərqi nə qədərdir? Elə mən onu deyəcəm.